Salam, hədəfin müəllimlərin işə qəbulu imtahanı 2023-cü ilin suallarını təhlil edək. Demək, X-dan sulfat turşunun iştirakı ilə karbon monoksid alıblar. Y-dan isə sirkə anhidridi P2O5-in iştirakı ilə. Deməli, X-imiz nə ola bilər? X ola bilər qarışqa turşusu, HCOOH. Y-imiz isə sirkə turşusu, CH3COOH. İndi görək onlar üçün nə doğrudur. X və Y homologdurlar. Bu doğrudur. X və Y izomerdirlər. Xeyr. X-in molekulunda 1 pi 5 sigma rabitə var. Deməli, qarışqa turşusunu açsaq HCOOH. Sigma nə qədərdir? 4 dənə, 1, 2, 3, 4, 4 dənə sigmamız var. Deməli, bu da səhvdir. Y-in molyar kütləsi 60-dır. Sirkə turşusu deməli 24 karbon, 32 oksigen, 4 hidrogen, 60 eləyir. Deməli, 1 ilə 4 doğrudur. Bu da bizə verəcək D variantını. Keçək ikinci sualımıza. C2H5COOH xlorla qarşılıqlı təsirdə olanda xlor alfa vəziyyətdə birləşmiş olur. Yəni bu şəkildə CH3CH2 xlor, daha doğrusu deməli H xlor, COOH və NH3 ilə təsir etdikdə artıq xlorun yerinə NH2 gəlir, alanindir. Z-dən alınan tetrapeptidin bir molekulunda olan atomların ümumi sayı. Bu xloru silim. Ümumilikdə nə qədər atom var? Birinci onu hesablayaq. Demək, baxırıq ki 13 atom var. Tetrapeptid, yəni 4 dənə amin turşu birləşəcək. 4-ü vuruq 13-ə. Bu zaman 3 mol su ayrılır. 3 mol suda da 9 atom var. 3-ü vuruq 3-ə 9. 4 vurulsun 13, çıxaq ayrılan suyun atom sayı. Bu da bizə verəcək 43. Bu da D variantı eləyir. Üçüncüyə baxaq. Deməli, dövrü sistem cədvəlinin bir hissəsində yerləşən X, Y, Z elementləri verilib. X-in qısa elektron formulu 2s22p1-dir. Bu bizdə demək, üçüncü qrupdur. X-imiz üçüncü qrupdur. X 3-dürsə avtomatik Y ikinci qrupda yerləşir. Z isə 5-ci qrupda yerləşmiş olur. Dövrlərini də qeyd edək. X ikinci dövr, Z-imiz üçüncü dövr, Y da dördüncü dövr elementidir. İndi hər birinin sıra nömrəsini tapaq. X-imiz, demək, burada bir S2 var axı. X-in sıra nömrəsi 5. 5-dir. Y-in sıra nömrəsi dördüncü dövr, ikinci qrup 20-yə uyğundur. Z-in sıra nömrəsi də 15-ə uyğundur. İndi Y və Z-in əmələ gətirdiyi birləşmənin molekulundakı protonların mol sayını müəyyən etməyimizi istəyir. Y-la Z necə birləşəcək? 5-ci qrupda Z yerləşir, 3-5 valent göstərir də. Y-da metal olduğu üçün metallarla minimal valentlə birləşir, yəni 3 ilə. Onda formulumuz olur Y3, Z2. Nə edirik? 3 vurulsun 20, üstə gəlsin Z-in proton sayı 2 vurulsun 15. Bu da bizə verəcək 90. Doğru cavabımız C variantı olacaq. Dördüncüdə nə deyir? Reaksiya veribdir. İndi reaksiyamızda əmsallaşdırırıq ilk öncə xrom, oksidaşma dərəcəsi müsbət 2-dən keçir xrom. Demək, müsbət 3-ə indeksini nəzərə alaq. -1 elektron vurulsun 2. Manqan isə müsbət, demək, neçədir? Müsbət 7-dən keçir. Manqan müsbət 2-yə plus 5 elektron. Yerlərini dəyişir. Bura 2, bura 5. İndi əmsalları da yazaq. Manqan qarşısına yazırıq 2. Xromun qarşısına yazırıq 5. Bu zaman solda da xromu 10 eləyək. Kaliumun qarşısına manqana görə nə yaza bilərik? 2 yazsaq. Bu tərəfdə kalium sulfatımız 1 olur. Bu zaman sulfatları sayırıq. Deməli, onu xrom 2 sulfatda, 8-i də HGSO4-ə düşsün. Və
Suyun da qarşısına yazırıq 8. İndi nə sual verir bizə? Tənlik üzrə oksidləşdirici 0,5 mol elektron aldıqda, yəni manqan. Bizdə nə qədər elektron alır? Bax görürük. 5, əmsalımız da 2, deməli 10 elektron keçidi baş verib. Əmələ gələn duzların ümumi mol sayını istəyir. Deməli nə qədər duz əmələ gəlir? 5, 1 və 2. Ümumilikdə 8 molda. 10 elektron alanda 8 mol duz əmələ gəlir. Yaxşı, 0,5 mol elektron alsa nə qədər duz əmələ gələr? O da bizə verir 0,4. Doğru cavabımız olacaq A. 5-ci sualımıza baxaq. Demək, doymuş bir əsaslı karbon turşusu verib, qoşulmuş DN-lərin ikinci nümayəndəsi və birində karbon atomlarının sayını verib, digərində hidrogen atomlarının sayını. Bu turşunun hidroliz spirti ilə əmələ gətirdiyi üzvü maddənin sinifdaxili izomerlərin sayını istəyir. Görək hansı turşudur. Demək, qoşulmuş DN-lərin ikinci nümayəndəsi C və C. Bu birinci nümayəndəsidir. Aha, bir də metil qrupu artırsaq, olacaq ikinci nümayəndəsi. Hidrogenlər də yazım. CH, CH, CH2. Ümumi hidrogenimizin sayı bizə verir 8. Yəni A bərabərdir 8. Onda karbon turşusundakı karbonların sayı da A bölünsün 4 daxı. Onda 8-i də bölürük 4-ə. Deməli, karbon turşusunda 2 dənə karbon var imiş. Bu bizdə sirkə turşusu olur. CH3, COOH. İndi hidroliz spirti ilə əmələ gətirdiyi üzvü maddənin sinifdaxili izomerli. Hidroliz spirti də etil spirtidir. Yazırıq. Deməli, əmələ gətirir C2, H5. Deməli, etil asetat efirini. İndi nə edirik? İzomerlərin sayını. Bu biri normal şəkildə. İndi ikinci nə yazaq? C2H5, COOCH3 kimi yaza bilərik. Sonra qarışqa turşusunun efirini yazaq. HC, deməli OOC3H7. Bir də HCOO izopropil yazarıq. C. Bax, bu şəkildə yaza bilərik. Deməli, 4 dənə sinifdaxili izomer oldu. Gələk növbəti sualımıza, 6-cı sual. 160 qram natrium nitrat məhlulun natrium nitratın kütləsini 3 dəfə artırdıqda duzun kütlə payı 2 dəfə artır. Aha. Demək, 160 qram məhlulumuz var. Hesab eləyək ki, A faizdir də. A faizdir, o deməkdir tərkibində nə qədər maddə olacaq? 1,6 A. 1,6 A-dırsa bizim demək deyir ki, kütlə payı 2 dəfə artır. 2 dəfə kütlə payı A-ymış, 2 dəfə artanda olur 2A. 2A nəyə bərabərdir? Natrium nitratın kütləsini 3 dəfə artırsaq, yəni 1,6-nı 3 dəfə, 3 vur 1,6 A bölürük məhlula, yəni 160. Bax, 1,6 idi, 3 dəfə artıranda 3 vurulsun 1,6 A olur da maddəmiz. Onda bax, artım nə qədər olur? Bax, 1,6 A-dan 3 vurulsun 1,6 A-ya keçib də, deməli, üstə gəlsin 2 vurulsun 1,6, yəni 3,2 A eləyir də artım. Onda yazırıq məhlulun üzərini, yəni o qədər gəlmək lazım. Üstə gəlsin 2 vurulsun 1,6 A. Vururuq 100-ə. Buradan da A-nı tapacağıq ki, A bərabərdir 25. Sonra gəlirik, deməli 25 hansı variant oldu? B variantı. Gəlirik 7-ci suala. Tərkibində yalnız bir karbon turşusunun qalıqları olan trigliseridin bir molekulun tam yanmasının 57 mol CO2, 46 mol su alınıb. Gliserini yazaq. CH2, CH, CH2. Demək, O turşunun da eyni olduğu üçün er kimi işarə eləyirəm. 57 mol CO2 alınıbsa, deməli 57 CO2. Bunun 3-ü gliserinə aiddir də. Çırıq 3-ü bizə nə qədər karbon verir o? Deməli 54. Turşularda ümumi 54
karbon var. 54'ü də axı 3 mol birləşib turşu. 54'ü böləm 3-ə. Tapıram ki, bir turşunun tərkibində 18 karbon var. Bunu tapdıq. İndi keçək suya, hidrogen tapmaq üçün keçirik suya. Deməli 46 mol deyir ki, su deməli yaranır. 46 molun tərkibində nə qədər hidrogen var? 46-nı vuruq 2-yə bizə verir 92 hidrogen. 92 hidrogendən 5-i gliserinə aiddir. Deməli 2, 1, 2. Çıxıram 5-ini, qalır 87. İndi bizdə turşu qalığı gliserinlə birləşmək üçün hərəsi bir hidrogen itirib də, həmin o itirdiyi hidrogeni də üzərinə gələk. Yəni spirt turşu ilə effləşmə reaksiyasına girəndə necə olur? OH-ını verir də. Yəni 3 dənə hidrogeni itiribdir. Ona görə gəlirik 3-ünü alırıq ki, 90 hidrogen olmalıdır. 3 mol turşuda. Aha, 90 da bölürəm 3-ə. Tapıram ki, bir turşuya 30 hidrogen düşür. İndi həmin turşun formunu yazaq. Karbon sayı 18, hidrogen sayı 30 olan. Yazıram C17, H29, COOH. Deməli, linolen turşusudur. Linolen də 3 dənə CC rabitəsi, 2 qat rabitə saxlayır. Yazaq. CH2 10 COOH. Bunu yazdık mı? İndi bizdə sp2 orbitalların sayını tapmamızı istəyir. Deməli 3 mol götürüblər axı turşudan. Hesablayaq. 1, 2, 3, 4, 5, 6 və COH-dakı karbon da sp2 vəziyyətindədir. Deməli 3 vurulsun 7. Onu da vururuq 3-ə. Deməli 3 mol turşu, 7 karbon, 1 karbon da 3 sp2 bir orbital əmələ gətirdiyi üçün 3-ə də vurduq. Bu da bizə verir, deməli 21-i 3-ə vururuq, 63. 63 verir və Y variantı doğru variant götürürük. Sonra 8-ci sualda bizə nə deyir? Amonium nitrit parçalandı. Bu bizə verdi azotu. Natrium qatı nitrat turşusuna reaksiyaya girdi. Bu bizə verdi N2O-nu. İndi deyir, X, Y qazları qarşılığına hansı qazları əlavə etdikdə qaz qarşının sıxlığı X və Y mol nisbətindən asılı olmayaraq artar. Burada nə edə bilərik? Bax. N2-nin MR 28. Sonra N2O-nun 44. Bunları toplayaq bölək 2. Tapıram ki 36. Topladım, böldüm ki 36. İndi baxım görüm hansı 36-dan böyük rəqəmdir. Bu zaman onlar həmin qazın sıxlığını artıracaq. Bax, metan 16-dır. CO2 44-dür. Sonra NO2 nə qədər eləyir? 14 volt 46-dır. NH3 17-dir. N2O da 44-dür. İndi hansı 36-dan böyük rəqəm verirsə, deməli onu biz götürürük. CO2, NO2 və demək N2O. Hansı oldu? 2, 3, 4. Hansı variantı? Aha, C variantı doğru variantımız olacaq. Keçək 9-cu suala. 9-cu sualda deməli hansı ifadələr doğrudur? Kükürt, flor və oksigenlə reaksiya zamanı reduksiya olunur. Deməli, kükürt keçir S, flor 6-ya, müsbət 6. Bu reduksiya edicidir, oksilləşir. Deməli, bu yanlışdır. SO2-də də müsbət, SO2 əmələ müsbət 4, bu da reduksiya edicidir, oksilləşir. Bu yanlışdır. Minus. Bütün halogenlər adi şəraitdə molekul, kristal qəfəs əmələ gətirir. Xeyr, yalnız yod əmələ gətirir. Digərləri bərk halda deyil. Ona görə də molekul, kristal qəfəs adi şəraitdə əmələ gətirmir. Ağ, qırmızı, qara fosfor istiqamətində sıxlıq, alovlanma temperaturu artır. Bu doğrudur. Silisium və fosfora yalnız birləşmələr şəklində rast gəlinir. Deməli, birləşmə və sərbəst şəkildə rast gələnlər
Deməli, azotdur, kükürtdür, oksigendir, karbondur. Bu da doğrudur da deməli. 3-4 olacaq A variantı. 10-cu suala baxırıq. 10-cu sualda bizə nə deyir? 1 litr ferm xlorid üzərinə kalsium xlorid məhlulu əlavə edərkən ionların qatılığının zamana görə dəyişməsi qrafiki verilmişdir. Demək, dəmir ionları qatılığı öncə 1 olub. Sonra 0,2-yə düşüb. C bərabərdir 1, V bərabərdir 1. Buradan nü bərabərdir CV düsturundan tapıram ki 1 mol ferium 3 xlorid götürmüşük. 1 mol götürmüşüksə, sonra görürük ki qrafikdən 0,2 olub da qatılığı. 0,2 nəyə bərabər olacaq? Yazaq öncə düsturundan. C bərabərdir nü bölünsün V1 plus V2. İndi bunları yerinə yazsaq 0,2 bərabərdir. Nümüz olur 1 bölək. V1'imiz 1'dir. V2 də bilmirəm neçədir. V2 yazsam, buradan da V2'ni tapıram ki, V2 bərabərdir. Deməli 0,2 üstə gəlsin 0,2 V. Keçsə bu tər 0,8'i də bölürük 0,2'yə eləyir 4. V2'miz 4'dür. Deməli əlavə edilən kalsium xloridin həcmi 4'dür. Bu zaman baxırıq indi xlor ionlarının qatılığına. Öncə deməli 3 idi, elə 3-də deməli qalıbdı. Bu zaman nə yaza bilərik? 3 nəyə bərabərdir? Yenə bu düsturdan yazırıq. 3 bərabərdir. Bax 1 mol ferium xlorid götürəndə molu xlorun nə qədər olur? 3. Yəni öncə nüsü 3 olubdu. Üzərinə kalsium xloriddəki deməli xlorun molunu gəlirik, amma bilmirik də nə qədərdir. Bura bir x qeyd edeyim. Bölək V1 plus V2, yəni 4 plus 1, 5'ə. Buradan da əlavə edilən kalsium xloridin molunu tapa bilərəm. Daha doğrusu oradakı xlorun sayını da x da bərabərdir 15, 15'dən 3'ün çıxırıq 12. Deməli 12 mol xlor ionu var imiş. İndi biz kalsium xloridin tərkibində 12 mol xlor ionu olması üçün nə qədər götürmək lazımdır? Ona baxırıq. Deməli 6 mol kalsium xlorid götürsək 12 mol xlor ionu olacaq. Bizdən nə istəyirdi? Əlavə edilmiş kalsium xlorid məhlulunun həcmini tapmışıq. Və malyar qatılığını istəyir. Aha, C 2 bərabərdir nəyə? Malyar qatılıq nü bölünsün V-yə. Nümüz də tapdıq ki 6 mol kalsium xloriddir. V-miz də 4'dür. O da 1,5 verəcək. Deməli doğru cavabımız axtarmalıyıq 4, 1,5. 4, 1,5 elə A variantı doğru cavab olacaq. 11-ci suala baxırıq. Demək, Euler-Venn diaqramına əsasən A-ya uyğun olanları müəyyən edin. Yəni ikisinin də ortaq xüsusiyyəti. Amin etan turşusu, glisin yəni NH2, CH2, COOH. O biri də nitrat turşusudur HNO3. İndi deyir ki, adi şəraitdə suda yaxşı həll olan mayedir. Aha. Mayedir nitrat turşusu. Amma amin turşular bərkdir də. Sonra natrium hidroksidlə reaksiyaya daxil olur. Aha, ikisi də turşudur. Qələvinə reaksiyaya girəcək. Ortaya götürə bilərik bunu. Suda məhlul lakmusu qızardır. Deməli, nitrat turşusu qızardacaq, aminetan yox. Xlorid turşusu ilə reaksiyaya daxil olmur. Bu da nitrat turşusuna aiddir, amma aminetan daxil olacaq. Deməli, ortaya bir dənə aid olan yalnız 2 oldu. Yalnız 2-də hansıda C variantı olacaq. Baxaq növbəti sualımıza. Aha.
Sinkli sulfat turşusu ilə qarşılıqlı təsirindən biz nə ala bilərik də buradan? Deməli, sulfat müsbət 6-dan kükürdüyümüz, yəni biz ya H2S alacağıq, ya kükürdü alacağıq, ya da ki SO2 ala bilərik də buradan. İndi nə deyir? Deyir ki, oksiləşdiricinin 0,5 mol 3 mol elektron qəbul edir. Və 0,5 mol, bax 0,5 mol 3 mol elektron qəbul edirsə 1 mol nə qədər eləyəcək? X. X-i də tapıram ki 6. Deməli, görək bu hansı məhsulda kükürt 6 elektron qəbul edir. Bax, bura yazsam -2. Müsbət 6 çıxılsın. -2 8 elektron qəbul eləmiş oldu. Bu yox. 0. Aha, bax elə burada 6 elektron qəbul edir. Elə bizə lazım olan deməli alınan məhsulumuz kükürdüymüş. Burada da müsbət 4 yazsam, deməli plus 2 elektron. Ha, gördük ki məhsulumuz kükürdü. İndi yazıq uyğun reaksiyanı. Sink üstə gəlsin H2SO4 qatı. Alıram sink sulfat. SO4 üstə gəlsin kükürt, üstə gəl su. Demək, nə yazıq? Sink 0-dan müsbət 2-yə keçib. -2 elektron. Müsbət 6-dan kükürt 0-a keçib. Plus 6. İxtisar gedib yerindəkcək 3-ün 1-ə. Gətirim yazım qarşısına. 3 bura, 1 bura, 3 bura, 4 və 4 yazdım. Bizə deyir ki 4 qram zeyt maddəsi əmələ gəldikdə neçə qram nədir bu? X maddəsi alındığını hesablayın. Aha, XYZ hansı olduğunu tapaq öncə. Ən çox alınan X-dır. Deməli, X-imiz sudur. Deməli, Z maddəsi ən az alınan kükürdür. Aha, yazıram. Demək, 32 qram kükürd əmələ gələndə 4 vurulsun 18 qram su əmələ gəlir. Bəs yaxşı, 4 qram əmələ gəlsə nə qədər? X. X-i də buradan tapıram. X-i də tapıram ki, nə qədər eləyir? 9. Aha, 9 eləyir. Doğru cavabımız olacaq A variantı. 13-cü sualın həllinə keçək. Demək, 13. Alkan molekuluna rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı, hibrid orbitalların sayının 55%-ni. Cn H2n plus 2. İndi görək bir hansı alkandır bu. Qeyri-hibrid hidrogen 2n plus 2 bölə hibrid 4n bərabərdir 55%-ni, yəni 0-dan %55-ə də 55'e bərabərdir. Buradan n-i tapacağım. 4n vurulsun 0'dan %55 və oradan çıxırıq 2n-i. Tapırıq ki n bərabərdir 10'a. N 10'a bərabərdirsə, indi nə deyir? Dördlü karbon atomlarının sayısı, karbon atomlarının ümumi sayının 20%. Onun 20%-i nədir? 2. Deməli 10 100 isə x-im 20. X-i tapıram 2. Deməli x-i dörtlüdür. Bunu necə yazaq? Dörtlü karbon yazaq. 1. Bu bir dənə dörtlümüz olsun. Bu da ikinci. Dörtlü olması üçün 4 dənə radikal birləşsin. C. Artıq neçəsini yazmış olduq. 2, 4, 6, 8. 8'ini yazdıq, qaldı ikisi. C. Yerləşmədi biraz. Aha. İndi bizdən deyir ki, Balkan molekulunda metilin qruplarının sayı. Hidrogenləri də qeyd edelim. Bunlar artıq metildir də. CH3. Aha, bax, H2, yenə H3. Bizə deməli lazım olan qrup bax budur, metilin. 2 dənə metilin qrupu saxlayır. O da verəcək B variantını. Görək 14-cü sualımızda nə deyir? Glukozanın demək qıcqırmasının alınan üzv maddələrdir. Karbon atomların hibrid orbitalların sayı 15 və 8'dir. Biz burada nə alırıq? Etil spirti, yağ turşusu və süt turşusu. Demək etil spirti C2H5OH. Hibrid orbital sayı neçə olacaq?
2 vurulsun 4, 8. Deməli bizim x, y-ımız buymuş. Sonra yağ, sürkə belə süt turşusunu yazsam CH3, CH, OH və COOH. Burada neçə olacaq? 3 dəfə 5'im, 3 dəfə 4'üm 12. 12, ondan da birini çıxırıq 11. Bu 11, heç bu bizə lazım deyil. Görsə 15 verir. Deməli o bir elə yağ turşusuymuş. Yağı yazım. C3H7 COOH. Deməli 3'ü vururuq, 4'ü vururuq. 4'ə çıxırıq buradan birini, SP2 daxı biri. Bu da bizə verəcək 15. Deməli x-im da buymuş, tapdım. Sonra deyir ki, hansı reaksiyaların getməsi mümkündür? Hansı reaksiyaların getməsi? X plus Y. Biri turşudur, biri spirt. Bu gedəcək. Sonra ikincidə Y-ın üzərinə, Y hansıydı? Deməli etil spirtin üzərinə natrium OH gəlir. Bu reaksiya getməz. Sonra üçüncüdə spirtin kuprum 2 oksidlə reaksiyası. Bu reaksiyamız gedəcək. Mis 2 hidroksidlə olan reaksiya, bu 2 atom, çox atomlu spirtlər üçün də bu reaksiya getməz. Sonra X-imiz turşudur. Turşular əsaslarla reaksiyaya girər. Əsas oksidlərlə də reaksiya girər. Aha. Olur 1, 3, 5, 6 Y variantım. 15-ci suala baxaq. Hansı reaksiyalardan 2 müxtəlif normal doz alınır? Birinci reaksiyadan natrium sulfid su alıram. Sonra ikinci reaksiyadan natrium florid O flor 2 alıram. 2 duz deyil də. Bu lazım deyil mənə. Sonra üçüncüdən natrium sinkat. Sink O2 hidrogen. Bu da mənə lazım deyil. 1 duz alıram. Bu NO2 olsa 2 turşu əmələ gətirən turşu oksididir. Ona görə natrium nitrat, natrium nitrit. Demək bizə uyğun olan birinci və dördüncü D variantı olacaq. Keçək növbəti sualımıza. 16'da hansı reaksiyadan alınan duz məhlulda natrium OH ilə reaksiyaya daxil olar? Birinci reaksiyamızdan nə alırıq? Deməli 2 mol natrium OH-dır. Alaram natrium hidrortofosfat. Sonra ikinci reaksiyamdan alaram CH3, NH3, NO3. Üçüncü reaksiyada normal duz alacağım natrium H2PO2. Sonra üçüncüdən də alaram kalsiyum, kuprum 2 hidroksonsa çökür, kalsiyum nitrat. İndi natrium OH ilə hansı reaksiyaya girər? Natrium OH ilə bizdə gedəcək. Bax, birinci gedər natrium OH ilə reaksiya. Bir də gedəcək ikinci. 3 ilə 4 getməz. Burada deməli 4-cü niyə getmir? Burada həll olan duzdur. Əsasa gələndə, yəni sonda bir çöküntü alınmalıdır. Çöküntümüz də olmadığı üçün bu reaksiya getmiş sayılmır. Ona 1-2 doğru variantımız A variantı olacaq. 17-də nə deyir? Molekulda bir karbon atomuna, bir karbon atomuna vinil CH2 CH. Sonra 1 metil CH3. Bir dənə də izopropil birləşdiririk. C və C yazdım. İndi deyir ki molekulunda 2 asimetrik karbon atomu var. Yox, bir dənə asimetrik karbon atomumuz var. Bu da mərkəzdə yerləşir. Sonra əsas zəncirində 3-cü karbon atomunun oksidaşma dərəcəsi -1-dir. Əsas zəncirdə. Yəni buradan nömrələməni aparırıq. 2, 3. Bax, 3-cü karbon atomu budur. 3-cü karbon atomun bir hidrogeni var. Hidrogen müsbət 1, karbon da -1. Deməli, bu da doğrudur. Bu doğru, bu səhv. Etil siklopentanın izomeridir. Etil siklopenda 7 karbon var.
Deməli, alkenlər sikloparafillərlə izomerlər onsuz da siniflər arası 7. Bizdə nə qədər var? 1, 2, 3, 4, 5, 6, 7. Deməli, bu da doğrudur. 2 ilə 3 doğrudur. Doğru cavabımız da olacaq Y variantı. 18-ci sualımıza baxaq. Demək, 18-ci sualda etan etin veribdir. Yanma istiliyini verib. Yazaq. Etan C2H6. Üstə gəlsin 7 mol. Yox, gəl belə yazmayaq. O2 alıram. CO2 üstə gəlsin su. İndi bunu necə əmsallaşdıraq? CO2 2 yazsam, bura 3 yazsam, bura 3,5 yazaram. Sonra C 2H2 üstə gəlsin oksigen. Alıram CO2 üstə gəlsin su. Burada 2 yazaq. Onda suya heç bir şey yazmırıq. Oksigen qarşısına nə düşür? 2,5. Nə yaza bilərəm? Əmələ gəlmə istiliyi A və B veribdir. Aha. C2H6-nı A verib. C2H2-ni B verib. CO2-ni biz bilmirik nə qədərdir. Suya yaza bilərəm ki, bax, suyun əmələ gəlmə istiliyini M verib. 3 mol daxı. 3M. Burada yazacağım sadəcə M. İndi bu reaksiyanın istiliyi effektini nə yazacağıq? 1 mol, onsuz 1 mol götürdüm ki, rahat rəqəmləri vura bilək. 1560. Buna da plus 1300. Reaksiyanın istiliyi effektini əsasən məhsullardan çıxırıq başlanğıc maddələri. Yəni 1560 nəyə bərabərdir? 3M çıxılsın. CO2-ni bilmirik də, elə 2 CO2 yazacağım. 2 CO2 1300 nəyə bərabərdir? 1300 də bərabərdir. Yox, 3M plus 2 CO2 çıxılsın A. Bu şəkildə. 1300-ü nə yazacağım? M üstə gəlsin. Bax, buna 2 CO2 yazacağım. 2 CO2 çıxaq B. Bu şəkildə yazsam, burada neyniyə bilərəm? Bax, CO2-lər onsuz da ixtisar gedəcək. Aha. İndi bu tənliyi tərəf-tərəfə çıxaq da biz. 1560 çıxılsın 1300. Alıram 260. Bərabərdir 3M-lə M-i çıxsam 2M. 2 CO2-lər onsuz da ixtisar apardım. A çıxanda mənfi B-ni A plus B taparım. Bizdən də soruşur ki, A minus B neçəyə bərabərdir? Nəyə bərabərdir daha doğrusu? A minus B-ni, bax, bu hissəni sola keçirsə yazarıq. A minus B bərabərdir 2M çıxılsın 260. Bu da bizə B-ni verəcək. 19-cu sualımıza baxırıq. 19-da nə deyir? Deməli, 1 metil, 1 etil, 1 karbonil qrupundan ibarət birləşmə üçün hansı ifadə doğrudur? Bax, 1 metil, karbonil və etil. CH2, CH3. Hansı doğrudur? Reduksiya məhsulu ikili spirtdir. Ketonlar olsa ikili spirt verir də bizə. Bu doğru. 2 metil butanalın izomeridir. Bu olmaz. 5 karbonu var. Gümüş güzgü reaksiyasına daxil olur. Deməli, bu da yanlışdır və polimerləşmir. Doğru deyir. Molekulunda asimetrik karbon atomu var. Xeyr, asimetrik karbon atomu yoxdur. 1 ilə 4-ü götürürük. O da bizə verir A variantını. Gələk. Növbəti sualımız neçənci sualdır? 20-ci sual. X, Y diamorfos əmələ gətirir. Diamorfosumuz nədir? Amonium hidrortofosfat. 2 qat superfosfat alırıq. 2 qat superfosfata kalsium
dihidro ortofosfat. İndi baxırıq. X-imiz nə ola bilər? Hər ikisini almaqda istifadə ediriksə, X-imiz olacaq H3PO4. Elə bir də B variantını düzgün götürə bilərik. H3PO4, Y-imiz onda amonyak olar. Z-imiz də kalsium ortofosfat. B variantı doğru variant olacaq. 21'e baxaq. 21'də deyir ki, kalsium hidridin az miqdarda Soler reaksiyası zamanı bərk nümunənin kütləsi 25% artıb. Alınan bərk qalıqda oksigen kütlə payını müəyyən edin. Kalsium hidrid keçib kalsium hidroksidə. Demək, artım nədir? Bax, 32 qram oksigenə görədir. Deməli, 25% artıb, yəni 100% idi, belə hesab eləyək də, 100% idi, 25% artıb, 125% olub. İndi nə yazıram? Məndən nə istəyir? Alınan bərk qalıqda oksigen kütlə payını. Görək, alınan bərk qalın kütləsi nə qədərdir? Bax, 32 əgər 25%dirsə, X-ım 125%dir. X-də tapıram ki, 5 dəfə çox 160 qram. Deməli, alınan kalsium hidroksid 160'dır. İndi omega nəyə bərabərdir ki? Oksigenin kütləsi, yəni 32 bölə 160'a vuraq 100'ə. O da bizə verəcək 20%. Doğru cavabımız olacaq B. 22'ye baxaq. X, Y maddələr üçün hansı fikir doğrudur? Gliserin almışıq, hidrogenləşmə, sonra da oksidləşmə. Demək, nədən ala bilərik? Burada götürə bilərik X-i. Demək, akrolein götürək. CH2, CH, COH. Hidrogenləşdirəndə çevrilir spirtə, CH3, CH2, CH2, OH ayrılır spirtinə. Bundan sonra onu da oksidləşdiririk H2O2 ilə, çevriləcək gliserinə. CH2, CH2, CH2. OH, OH, OH. Deməli, X akroleindir. Y-da alil spirtidir. Molekulunda bir pi rabitəsi var. Yox, bir pi rabitəsi yoxdur. 2 dənə pi rabitəsi var. Sonra doymamış birləşmədir. Doymamış birləşmədir. Burada mən CH3 yazmışam. Bunu nəzərdən qaçırmışam. Deməli, doymamış birləşmədir. Bu doğrudur. Keyfiyyət tərkibi eynidir. Yəni tərkibindəki elementlər, eyni elementlər var da. Karbon, hidrogen və oksigendən ibarətdir. Onda 3'ü də götürə bilərik. Yəni D variantı doğru cavabımız olacaq. Gələk 23'ə. En sayıda karbon atomu olan doymuş alifatik sadə efir molekulunda qeyri-polyar rabitələrin sayı polyar rabitələrin 10%'ini təşkil edir. Efirimizin formulu CnH2n plus 2O. Qeyri-polyar rabitələrin sayı, biz sadə efiri yazsaq necə yazır? Məsələn, CH3, məsələn deyirəm də O, CH3, məsələn, C2H5 yazım da belə. Qeyri-polyar rabitənin sayı karbonun sayından 2 vahid azdır. Yəni, karbonlar 3 karbon var, amma bir dənə. Bax, bunu açıq yazsaq, bir dənə qeyri-polyar rabitə sayı var. Ona görə N-2 götürürük. Yazırım, N-2 bölünsün. Polyar rabitələrin sayı. Polyar rabitələrin sayı hidrogenin sayı, bir də ki oksigen sağdan soldan deməli rabitə əmələ gətirdiyi üçün 2. Yəni 2n plus 2 plus 2, o da plus 4 eləyir. Bərabərdir 10%, bizə 0,1 kimi qeyd eləyə bilərik. O da buradan da n-i tapsam 0,2 n, deməli n-2 bərabərdir 0,2 n, üstə gəlsin 0,4. Bu da çıxanda
Demək 2,4 bərabərdir 0,8. N də bərabərdir 3. N də bərabərdir 3. İndi nə deyir? Bu efirlərin siniflər arası izomerlərinin sayını müəyyən edin. Efirlərlə, sadə efirlərlə spirtlər siniflər arası izomerdir. Yazaram C3H7 OH. Sonra bunu necə yaza bilərəm? İkili spirt yazımda CH3, CH, OH, CH3. Bir də bu. 2 dənə siniflər arası izomeri var. Bu da B variantına uyğundur. Gələk 24-cü sualımıza. Burada deyir ki, hansı maddələr amonyakla birləşmə reaksiyasına daxil olur? Qarışqa turşusu daxil olacaq. Deməli H, COONH4 əmələ gətirəcək. Sonra bir dənə daxil olar birləşmə reaksiyasına. Amonium hidrotofosfatı daxil olacaq. 1 ilə 5 olar. 1 ilə 5 də bizdə A variantı olacaq. Gəlirik 25-ci suala. Bərabər kütləli XY reaksiyası zamanı X2Y əmələ gəlir. Yəni X, 2X daha doğrusu plus Y. Alıram X2Y. İndi BST qeyd edeyim. BST. Hər bərabər kütləli deyir də. İkisindən də AA götürmüşəm. Maddələrdən biri tam sərf olunur. Kütləsi çox olan tam sərf olunacaqdır. Bax, X bərabərdir 2Y deyir. Yəni, X tamamilə sərf olunsa A, onda bax, reaksiya 2X gedir baxı. A bərabərdir 2X, qıraqda yazım. Bax, A bərabərdir 2X götürmüş olaraq da tamamilə sərf olunduğu üçün bu sərf olunur deyirik. Deməli 2X, X-in yerinə də 2Y qoysam 4Y verir də mənə. 4Y. Deməli A bərabərdir 4Y yaza bilərəm buradan. Deməli 4Y sərf olunur. Y-in yerinə də elə Y qədər sərf olunur yazaq. A-nı 4Y götürsək, bax A 4Y-dir. 4Y-dan Y sərf olundu. Onda artıq da Y-dan 3Y qalacaq. Bizdən də istəyir ki, artıq qalan maddən kütləcə neçə faizi reaksiyaya daxil olub. Yəni 4Y-im əgər 100%dirsə, Y-im X 4də 1 də mənə verəcək 25%. 26-cı sualımıza baxaq. Hı-hı. 36 qram 45, 360 qram daha doğrusu 45% natrium nitrat məhlulunun elektrolizinə aid qrafik verilib. Doymuş məhlul mövcud olar hansı nöqtələrdə sabit qaldığına temperaturunu nəzərə almaq lazımdır. Dozun həll olma əmsal 15-dir. 360 qram neçə 45% neçə qram eləyir? 360-ım 100, X-im 45, X da bərabərdir 162. Deməli 360-dan 162-si dozdur. Duz deyir də burada. Aha. 198-i də sudur. İndi KH-ımız 1500-də elektroliz gedəndən sonra. Elektrolizə bu natrium nitrat olduğu üçün su gedir də. Natrium nitrata toxunmuruq. Onu da yazıram bax. 1500 qram maddə həll olanda 1000 qram su lazımdırsa, bəs yaxşı 162 qram maddəyə nə qədər su lazımdır? X-i də tapıram ki 108, 198 su var idi. 108-i deməli 108-i qalmalıdır. Görək nə qədər elektroliz uğrayır. 198 çıxsın 108 verəcək 90. 90 qram su elektrolizə uğrayır. Deməli yazıram 2 mol sudan alıram 2 mol hidrogen və oksigen. İndi 36 qramdan deməli oksigenin həcmini verdi. 36 qramdan 22,4 litr oksigeni alıramsa 90 qram sudan nə qədər alaram? X. Buradan da tapıram ki 56. 56 deməli C nöqtəsi uyğundur. Bir də ki nəyə fikir veririk?
Demək 60,2 də uyğun olacaq. Niyə? Belə bir tənasib qursaq. Bax 36-dan 22,4 alıram. X-dan da 60,2. X-ımı nə tapacağam? X-ımı tapıram ki, nə qədər eləyir bu? 96,75. Aha. Və 198 suyum var idi. Bax 198-dən çıxıram 90,75-i qalır 101,25. İndi bax KH-ın da görək 1500 eləyirmi? Ya 1500-dən böyük rəqəm də olsa bu doymuş məhlul sayılır da bizdə. KH-ın bərabərdir. 162 maddə vardı. 162-ni bölürəm 101,25-ə, vururam 100-ə. Bu da böyük rəqəm eləyir. Yəni 1600. O deməkdir ki, doymuş məhlulumuz yenə də var. Yəni C və D nöqtəsini götürə bilərik. Bizdə C və D Y variantı olacaq. Gələk növbəti sualımıza. Növbəti sualda deyir ki, 0,1 mol kalsium xlorid məhlulunun 0,3 mol yox malyar. Deməli, məhlulunu 0,3 malyar kalium xlorid məhluluna uyğun olaraq hansı həcm nisbətində qarışdırmaq lazımdır ki, almış məhlulda xlor ionlarının qatılığı 0,28 olsun. Yəni C ortadır da, belə deyək. Onda nə yazıram? 0,1 malyar kalsium xlorid, o deməkdir ki, içində 0,2 malyar xlor ionu var. Sonra 0,3 kalium xloriddir. Aha. Bunlardan alıram 0,28, çıxanda tapıram 0,2 buna, 0,8 də buna. Bunlar da ixtisar gedir 1-in 4-ə nisbəti qalır. O da bizə verəcək D variantı 1-in 4-ə. Gələk 28-ci sualımıza. Nə deyir? Deməli, X həm su ilə, natriumla, bromla reaksiya girir. Birləşmə, əvəz etmə, birləşmə. Bu düşünürəm ki, asan sualdır. Burada etinə uyğun olacaq. Birinci reaksiyamız aldehidin əmələ gəlməsi, yəni Kucherov reaksiyasıdır. Ona görə birləşmə sayılır. Gəlirik 29-cu suala. 29-cu sualın məhsulu, deməli, koprum. Koprum 2 xlorid, sonra azot və sudur. O da bizdə olacaq 1, 2, 4 və 5 B variantı. İndi 30-cu suala baxaq. A-nı tapmağımızı istəyir. Demək, həcmi 2 litr olan qabda CnH2 plus 2 tərkibli X maddəsinin buxarları tarazlıq sabiti 0,8 olan Y izomerləşmə reaksiyasına daxil olur. Yəni X Y-a çevrilir. BST qeyd etsəm, BST. Nə yazarım? Görürəm ki, qrafikdən X-imiz 18-dir. Və A qram Y əmələ gəlir. Aha, tarazlıqda Y-a A yazıram. A Y əmələ gəlirsə, deməli reaksiya AX girib də. 18 minus A da tarazlıqda qalıbdır. İndi tarazlıq sabiti 0,8-dir. Yazıram, 0,8 bərabərdir. Həcmi 2 litr olduğu üçün, bax, A-nı bölürəm 2-yə. Məxrəcdə də yazıram ki, 18 minus A bölünsün 2. O da mənə nə verəcək? 2-lər ixtisar getsə, A bölünsün 18 minus A. Demək, 0,8-dən 18-ə vurub, 0,8 A keçsə, sağa 1,8. A-nı 8 taparıq. A bərabərdir 8. Elə bizə də bu lazım idi. Baxaq görək. B variantı düzgün variantımız olacaq. 31-də nə deyir? İzomer maddələri seçin. 2 nitropropan, 1 nitropropan. Bunlar bir-birinə izomerdir.
Alfa alanin, beta alanində. Bunun ikisi də alanindir. Fərqi nədir ki, izomerdir bir-biri ilə. Və 1, 2, 3, 4 hanı? Deməli, C variantı doğru variant olacaq. Keçək 30. Demək, 32-ci suala. Deməli, oksigen ozona çevrilməsi prosesinin sonunda qabda olan qaz qarışının ümumi mol miqdarının oksigenin başlanğıc mol miqdarına olan nisbəti 0,8-dir. Yazıram ki, biraz yuxarı çəkim. 3 mol oksigen çevrilir 2 mol ozona. İndi BST qeyd edeyim. BST. X mol oksigen götürmüşəm. Hesab edək də. 3A qədər reaksiyaya girir. Və 2A qədər ozon alırıq və artıq qalan oksigenin X-3A olur. İndi nə deyir bizə? Oksigenin reaksiya prosesi sonunda qabda olan qaz qarışığının ümumi mol miqdarının, yəni bax bunu nəyə bərabər olacaq? X-3A plus 2A. Bu verir X minus A. X minus A'nın başlanğıc, oksigen başlanğıc miqdarına olan nisbəti, yəni X-a nisbəti olmalıdır 0,8. İndi buradan yazıram. X minus A bərabərdir 0,8X. Bu da bizə verir 0,2X bərabərdir 0,2X bərabərdir A'ya. X da bərabərdir 5A. Belə tapmış olarıq. İndi alınmış qarışıqda qazların həcm payını hesablayın. Bizim qarışığımız X-3A oksigendir. Yəni 5A'dan çıxırıq 3A'nı 2A. Bu oksigen. Bir də ki 2A da bizim ozonumuzdur. 2A'mız elə demək 2A oksigen, 2A da ozon. Elə buradan da görünür ki 50-50-yədir də. 50% 2A'nın 2A'ya, yəni 50'nin 50'yə. Onda doğru cavabımız olacaq Y variantı. Gəlirəm 33-cü suala. Benzol haqqında yanlış fikri müəyyən edin. Buxarları zəhərlidir, doğrudur. Su ilə qarışığının durutma üsulu ilə ayırmaq olar. Bəli, sıxlıqlar müxtəlifliyinə əsaslanır, doğrudur. Kalium permanganat suda məhlulu rəngsizləşdirmir. Lakin bromlu suyu rəngsizləşdirir. Xeyr, bu yanlışdır. Reaksiya girə bilər, amma rəngsizləşdirmir. Deməli, bu elə yanlış variant olacaq. Keçək 34-cü suala. Demək, kalsium karbonat, kalium hidrokarbonat parçalanır. Nə yaza bilərik? Hər ikisinin kütləsi görək bir-birinə bərabərdir. Bu da 100'dür də, emir. Birindən M götürüb, o birindən 4M götürüb. Biz M'i 100 qəbul eləsək, bax, M'i 100 qəbul eləyəcək. Onda yazıram. Kalium hidrokarbonat. Buradan mən alacağım. Deməli, kalium karbonat, CO2 və su. Bura 2 yazsam, deməli, 2 kifayət eləyir. İndi M'i axı 100 götürdüm. Onda nə yaza bilərəm? M'imiz 100'dürsə, bizim reaksiyamızda əslində 200 mol kalium hidrokarbonat parçalanması baş verir. 200 moldan da 1 mol alırıq. 200 qramı daha doğrusu. 200'dən 1 mol alırıq. İndi burada axı 4M götürübdür. Biz də M'i 100 götürdüyümüz üçün 4M'imiz deyilir 400. 400'dən görüm nə qədər alacağım. Belə qeyd edelim ki, baxanda aydın olsun. 4M'im 400'dür. X. X'də tapıram ki 2 mol. 2 mol CO2 alıram. 2 mol CO2
20% praktiki çıxımda deyir. Bax 2-ni 100% praktiki çıxım olsa alırıq. Bəs yaxşı 20% çıxım olsa nə qədər CO2 olur əslində? Bu da bizə verəcək 0,4 mol. 0,4 mol və göstərir ki, hər ikisindən eyni həcmdədir də. Yəni mən bunu litrlərlə də eləsəm eyni nəticəni alacağam. Molla hesablamam asandır deyə molla yazıram. Deməli, kalsium karbonatın parçalanmasından da 0,4 mol CO2 alıblar. Onu da yazıram. Kalsium karbonat parçaladım. Kalsium oksid və CO2. Belə bir asıllıq quraq ki, M-i 100 götürmüşdü. Yəni 100-dən alıram 1 mol. 1 mol və 1 molu mənim 100% çıxımdır. 100%, bəs yaxşı 0,4 mol alsam çıxımım neçə faiz sayılar. X da bərabərdir 40% eləyəcək. Deməli, doğru cavabımız olacaq C variantı. Gələk 35-ə. 35-də nə deyir bizə? Demək, fosforit mineralının kütləsi M. Mineraldan alınan fosforun kütləsi 124-dür. Kənar qarışıqların kütlə payı 20%-dir. İndi nə yaza bilərik? Fosforun alınma prosesində praktiki çıxım 50%-dir. Bax, 124-ü 50%lik çıxımdan alıblar da. Əslində nə qədər almaq lazım idi, onu tapaq. X-ım 100. Əslində almalıydılar 248. Fosforit mineralında da kalsium 3, PO4, 2. Yəni biz buradan 2 fosfor alırıq da. Belə yazaq ki, əgər 248 almışıqsa, nə qədər fosforit götürmüşük? Və əslində də görür ki 62 qram fosfor almaq üçün 310 qram kalsium ortofosfat götürmək lazımdır. Buradan x-imi tapıram ki x bərabərdir. Nə qədər eləyir? 1240. Onda M-i müəyyən yazır. Bax, deyir ki, mineralda kənar qarışıqlar 20%. Bax, bizim bu 1240-ımız özüdür də, təmiz kalsium ortofosfatın özüdür. Yəni 80%-imizdir. Onda yazaq ki, 1240. Əgər 80%-dirsə, bəs nə qədərim? 100%-dir. M yazaq. X qeyd elədim. M. M də bərabərdir 1550. D variantı doğru variantımız olacaq. Gələk 36-cı suala. 1,2 dixlorbutan sinklə qarşılıqlı təsirdə olduqda bax 1 2 dixlorbutan C2. Buradan mən nə alacağım? Buten alacağım. Buten 1, amma 1 4 dixlorbutan olsa bax 1 4. Buradan artıq alıram siklobutan. İndi reaksiya əsasən XY üçün eyni önünə götürülə bilər. Karbonun kütlə payı onsuz da ki bunlar siniflər arası izomerdir. Karbon kütlə payı eyni olacaq. Sonra ikili karbon atomlarının sayı. İkili karbon atomlarının sayına baxaq. Deməli bu C2-ni CC yazsaq açıq şəkildə görürük ki, bax ikili karbonunda 2 dənədir, amma siklobutanda 4 dənədir ikili karbonun, hər biri ikilidir. Bu yanlışdır. Molekulundakı rabitələrin ümumi sayı, rabitələrin ümumi sayı, doğrudur. İkisində də bir-birinə bərabərdir. Dördüncü, molekuldakı qeyri-polar kovalent rabitələrin sayı. Qeyri-polar, yəni karbon-karbon arasında 4, hər ikisində 4 rabitə var. Bu da doğrudur. 1, 3, 4 olacaq. B variantı doğru variantımız. 37-yə baxaq.
Neylon lifini veribdi. Karbon atomlarının sayını A, sp2 orbitalların sayını B verib B-ni A ilə əvəz etməyimizi istəyir. Yəni A ilə müəyyən eləyək. Neylon lifi heksametlen diamin. Yəni N H CH2 CH2 6 dəfə NH. Bir də ki adipin turşusu. Adipin 6 A6. Deməli CO CH2 4 dəfə ümumilikdə 6 karbonu var da bunun. C deməli yazdıq polimerimizi. İndi baxaq görək. A neçə? Karbon atomların sayı neçədir? 6'sı burada. 6'sı da burada. A bərabərdir 12 yazırıq. İndi sp2 bir orbitalların sayı. sp2 şəklində olan bax bir bu karbondur, bir də bu. Ümumilikdə sp2 bizə verəcək 6. İndi B bərabərdir 6. İndi bu 6'nı 12 ilə necə əvəz eləyə bilərik? Yaza bilərikmi ki B bərabərdir 0,5 A. Yəni 12'ye vuranda 0,5 bizə 6'nı verir də. Doğru cavabımız olacaq A variantı. 38'e baxaq. Hansı maddələr normal şəraitdə qaz halındadır? Metanol qazdır. Biraz büyük yazım. Metanol qazdır. Propanon mayedir. Fenol bərkdir. Metilamin də qazdır. Bu da 1 ilə 4 D variantı. Gələk 39'a. Hansı duzun hidrolizinin qısa iyon tənliyi deməli bu şəkildədir. Qısa iyon tənliyinin bu şəkildə olması, yəni görürük baxın qələvi mühitdir. Qələvi mühitdirsə avtomatik olaraq hansını çıxarıq? Bax bu çıxdı. Sonra demək bunlar hər ikisi zəifdə çıxdıq. G-ni də çıxdıq, qaldı B ilə C. Burada doğru cavabımız C olacaq. Bu turş duzudur. Artıq bu sonuncu hidroliz mərhələsindədir. Ona görə natrium karbonatı yazsa, bax natrium 2, CO3. Zəif tərəf CO3'dir, 2 əsaslıdır. Ona görə öncə turş tərəf zəif olduğu üçün turş duz əmələ gətirəcək. OH yazıram. Alıram burada natrium OH və turş duz. Natrium hidrokarbonat. Aha. Deməli qısa iyon tənliyini yazsaq. İyonlar belə yazaq da iyon şəklində yazım ki rahat olsun. Deməli 2 mol natrium müsbət üstə gəlsin CO3 2 mənfi HOH aldım natrium. Natrium müsbət üstə gəlsin OH mənfi və natrium müsbət plus HCO3 mənfi. İxtisar gedənləri ixtisar aparıram. Nəticədə nə qalır? CO3, su, OH və HCO3. Qısa iyon tənliyimiz verildiyi kimi oldu. 40-cı və sonuncu sualımıza gəldik. İçərisində kalsium karbonat olan sınaq şüşəsi birləşmə tam parçalana qədər qızdırılır. Yəni kalsium karbonat tam parçalana qədər qızdırılır. Əgər sınaq şüşəsinin içərisindəki maddə ilə birlikdə kütləsi təcrübədən əvvəl 30 qram. Təcrübədən sonrası 25,6 qram olarsa boş sınaq şüşəsinin kütləsi. Bax, bir sınaq şüşəsi yazım. Stakan kimi qeyd edeyim də bunu. İçində kalsium karbonat var. Qızdırıldı. Buradan nə alarıq? Kalsium oksid və CO2 alarım. CO2 uçurda. İndi A mol götürsəm, bax A mol yazıram. A mol kalsium karbonatdan A mol kalsium oksid alacağım və A molda CO2 alacağım. Baxın indi deməli qabın kütləsində bir nə bilim B yazaq da, eləcə B işarə eləyək. Kütləyə kalsium karbonatın öz kütləsi 100 A olacaq.
Kalsium oksidinin də kütləsi 56 A olsun. Ayrılan CO2'nin də kütləsi 44 A olsun. Azalma da CO2'dir. Bax, əvvəlcə 30 qram imiş, sonra 25,6. 30-dan 25,6'nı çıxanda bizə verəcək, nə verir bu? 4,4. Mən yaza bilərəmmi ki, 4,4 bərabərdir 44 A. CO2'nin miqdarını verir də. A-nı da tapmış olaram ki, A bərabərdir 0,1. Aha. İndi növbəti tənliyi qurum. 100 A kalsium karbonatın qabla birlikdə kütləsi plus B bərabərdir 30. Burada yazıram ki, 56 A plus B bərabərdir 25,6. A-nın yerinə də gətirib bu 0,1'ləri yazsam, yazıram ki 10 üstə gəlsin B bərabərdir 30. Elə birinci tənlikdən tapmış oluq. B bərabərdir 30 çıxılsın 10, 20. İkinci tənlikdə də yenə A-nı yerinə yazsam, yenə B-ni 20 tapmış olaram. Demək, bizə də elə sınaq şüşəsinin boş kütləsini istəyirdi. B variantı doğru variantımız olacaq.